Salam, hər vaxtınız xeyir. Bugün coğrafiya 7-ci sinif iş dəftərində vulkanizm prosesləri ölkəmizdə necə baş verir mövzusu ilə bağlı tapşırıqları izah edərik. Birinci tapşırığımızda termal sularla bağlı yanlış fikri müəyyən edin. Əsasən tektonik çatların olduğu ərazilərdə rast gəlinir. Bəli, tektonik çatların olduğu ərazilərdə yer səthinə çıxan isti bulaqlara, isti mineral bulaqlara termal bulaqlar deyilir və bu bulaqlar əsasən temperaturu 37 dərəcədən çox olur. Ona görə bir doğrudur. Əgər yerin altından çıxan suların temperaturu 37 dərəcədən çox olarsa, bunlara termal sular deyilir. Bu da doğrudur. Qarabağ vulkanik yaylasında səthə çıxan ən məşhur termal su isti sudur. Bəli, Kəlbəcər rayonu ərazisində doğrudur. Qeyzerlər kimi termal sular da yer səthinə fəvvarələr şəklində çıxır. Bu yanlışdır. Qeyzerlər, yəni termal sularla qeyzerlərin ən böyük fərqi odur ki, qeyzerlər yerə fəvvarə şəklində çıxır, yəni sıxılmadan birbaşa fəvvarə şəklində. Amma termal sular yer səthinin, yəni fəvvarə şəklində çıxmır. Sadəcə qaynayaraq isti mineral bulaq kimi çıxır. Ona görə bu yanlışdır. Cavabımız da olacaq B variantı. Y variantında termal sular tərkibinə görə minerallarla zəngindir. Əlbəttə ki, bu doğrudur. Kontur xəritəyə əsasən tapşırıqları yerinə yetir. Termal suların səthə çıxdığı əraziləri kontur xəritənin üzərində işarələ. 7-ci sinif kitabında bir çox termal sular göstərilmişdir. Bunlardan biri ən məşhuru Kəlbəcər rayonunda isti sudur. Kəlbəcər rayonu isti su buradadır. Belə deyək, dairəyə aldığım yerdə. Daha sonra biz deyə bilərik Bakı ərazisində Şıx mineral bulağını, Şıx termal su Bakı ərazisində. Daha sonra biz deyə bilərik Masallı rayonu ərazisində isti su. Daha sonra Babək rayonu ərazisində Naxçıvanda Sirab. Şahbuz rayonunda Badamlı. Həmçinin biz Qax rayonu ərazisində İlisu mineral bulağını deyə bilərik ki, bunlar yəni əsas mineral, əsas termal sularımızdır. Müəyyən etdiyiniz ərazilərdə termal suların yaranma səbəblərini yaz. Termal sular tektonik çatların olduğu ərazilərdə yaranır və yer səthinə çıxan, yəni yerin altında yer səthinə çıxan isti sulardır. Həmçinin də minerallarla zəngindir. Əsasən dağlıq ərazilər üçün səciyyəvidir. Yəni tektonik çatların olduğu dağlıq ərazilər üçün səciyyəvidir. Daha sonra 3 nömrəli tapşırıqda mətndə verilən boşluqlara uyğun sözlər və ya söz birləşmələri ilə tamamla. Bizə sözlər verilib. Tektonik hərəkətlər, termal sular, palçıq vulkanları, maqmatik vulkanlar, maqmatik və palçıq, termal və mineral. Bir ölkəmizin ərazisində tektonik hərəkətlər. Bura olacaq tektonik hərəkətlər. Tektonik hərəkətlər nəticəsində tektonik çatlar yaranmış. Yəni tektonik çatın yaranmasına səbəb tektonik hərəkətlərdir. Yəni yerin daxilində baş verən tektonik hərəkətlər. Yer qabığında tektonik çatların olduğu ərazilərdə biz termal sulara, yəni tektonik çatların olduğu ərazilərdə belə deyək, termal sular, həmçinin mineral və belə deyək, termal sular yaza bilərik, mineral və palçıq vulkanları, maqmatik vulkanlar formalaşır. Yəni buraya yaza bilərik termal sular, palçıq vulkanları və maqmatik vulkanlar formalaşır. Yəni tektonik çat olan ərazilərdə termal sular ola bilər respublikamızda. Palçıq vulkanı və maqmatik vulkanlar ola bilər. Daha sonra vulkanların ətrafında əsasən hansı vulkanlar? Əlbəttə ki, burada maqmatik və palçıq vulkanı olacaq. Burada olacaq maqmatik və burada da olacaq palçıq vulkanların ətrafında əsasən, adətən termal sular yaranır. Yəni burada olacaq termal sular yaranır. Onların tərkibi mineral maddələrlə zəngindir. Bildiyimiz kimi termal suların tərkibi mineral maddələrlə zəngin olur. Ona görə də burada olacaq mineral maddələrlə zəngin olur. Daha sonra 4. Uyğunluğu müəyyən et. İsti su əlbəttə ki, termal sudur Kəlbəcər rayonu ərazisində. Torağay palçıq vulkanıdır. Torağay həmçinin respublikamızın və dünyanın ən hündür palçıq vulkanı hesab edilir. Torağay palçıq vulkanının hündürlüyü 402 metrdir. Böyük İşıqlı sönmüş vulkandır. Böyük İşıqlı da Qarabağ vulkanik yaylasında yerləşən sönmüş vulkanlardan biridir. 5-ci tapşırıqda Azərbaycan ərazisində olan vulkanlarla bağlı doğru, yanlış fikirləri müəyyənləşdir. Azərbaycan ərazisində aktiv maqmatik və palçıq vulkanlar mövcuddur. Respublikamızda palçıq vulkanı olsa da aktiv maqmatik vulkan yoxdur. Ona görə bu yanlış fikirdir.
Sönmüş maqmatik vulkanlar əsasən Qarabağ vulkanik yaylasında da, bəli, Azərbaycanın qərb hissəsindədir. Bu doğrudur. Ölkəmizdə qeyzerlər daha çox Abşeron yarımadasında yayılmışdır. Ölkəmizdə qeyzerlər yox, termal sular var. Bu yanlışdır. Palçıq vulkanlarının yayıldığı ərazilərdə neft və qaz ehtiyatları vardır. Palçıq vulkanları yumuşaq çökmə suxuları olan yerlərdə olur və çökmə suxuları olan yerlərdə də neft və təbii qaz ehtiyatları vardır. Bu doğrudur. Dünyada olan palçıq vulkanlarının 400-ə qədəri ölkəmizin ərazisindədir. Dediyimiz kimi, ölkəmizin ərazisi bir 400-ə yaxın palçıq vulkanlar. Demək olar ki, palçıq vulkanların sayına görə dünyada ilk sıralardadır. Bu da doğrudur. Azərbaycan ərazisində formalaşan ən böyük qeyzer istisudur. Azərbaycan ərazisində formalaşan ən böyük qeyzer yox, Azərbaycan ərazisində formalaşan ən böyük termal su istisudur. Yəni qeyzer, belə deyək, termal sular. Azərbaycanda qeyzer, istisu qeyzer deyil, yəni termal sudur. Ona görə bu da yanlışdır. Şəkildə verilmiş vulkanları və onlara aid fikirləri xəttlər vasitəsilə birləşdir. Bizdə şəkildə 2 vulkan verilib. Bunlar Torağay vulkanı və Kiçik İşıqlı vulkanıdır. Torağay vulkanı bildiyimiz kimi palçıq vulkanı, Kiçik İşıqlı vulkanı isə sönmüş vulkan hesab edilir. Aid olduğu vulkan növü daha çox Kiçik Qafqaz ərazisində yayılmışdır. Əgər Kiçik Qafqaz ərazisi deyirsə, bu əlbəttə ki, sönmüş vulkanlardır. Çünki Kiçik Qafqazda, Qarabağ vulkanik yaylasında sönmüş vulkanlardır. Oralar dağlıq ərazilərdir. Bu vulkan növü Xəzər dənizində kiçik adalar yaradır. Bildiyimiz kimi palçıq vulkanları həmçinin Xəzər dənizində də, yəni suyun altında da belə deyək, Xəzər dənizində suyun altında da palçıq vulkanları mövcuddur. Yəni quruda olduğu kimi suyun altında da var. Ona görə palçıq vulkanları gedəcək bura. Sonuncu dəfə püskürdüyü tarix haqqında heç bir məlumat yoxdur. Bildiyimiz kimi, yəni püskürməsi haqqında məlumat yoxdursa, bu əlbəttə ki, sönmüş vulkanlara aiddir. Ona görə burada B olacaq, sönmüş vulkanlar. Qobustanda yerləşən bu vulkana aid olduğu qrupun Azərbaycanda yerləşən ən hündür vulkanıdır. Torağay vulkanı həm respublikamızın dünyanın ən hündür vulkanlarından biridir və Qobustan rayonu ərazisində yerləşir. Ona görə burada yazarıq, belə deyək, A, yəni Torağay vulkanı. Azərbaycan ərazisində aktiv vulkanların olmamasının səbəbi nədir? Tektonik sınma zonasında yerləşməsi. Yəni, tektonik zonada yerləşirsə aktiv vulkan olmalıydı. Yəni, bu olmaz. Tavaların sərhədində yerləşməsi. Respublikamız tavaların sərhədində aktiv vulkanlar zaten olmalıdır. Bu da olmaz. Ərazisində palçıq vulkanların mövcud olması. Palçıq vulkanının mövcud olması, bu, yəni aktiv vulkan olmayacaq, yəni aktiv vulkana belə deyək, təsirinə aid bir şeydir. Yəni, palçıq vulkan tamam ayrı bir şeydir. Aktiv vulkan tamam. Yəni, aktiv vulkanlar, yəni maqmatik vulkanlar. Bunlar maqmatik suxurlar olan yerlərdir. Palçıq vulkanlar isə çökmə suxurları olan yerlərdədir. Yəni, buna heç bir əlaqəsi yoxdur. Yer qabığının qalın olması, bəli. Aktiv vulkan daha çox, yəni yer qabığı nə qədər nazikdirsə, aktiv vulkan üçün daha çox şərait var. Yer qabığı qalın olduqca aktiv vulkanın püskürmə ehtimalı da azalır. Məsələn, dünyanın ən qalın yer qabığı Himalay dağlarındadır. Orada da aktiv vulkan yoxdur. Halbuki seysmikliyi çox yüksəkdir orada. Lakin yer qabığı qalın olduğu üçün aktiv vulkan orada mövcud deyil. Okeanlardan uzaq yerləşməsi bunun da heç bir belə deyək, əlaqəsi yoxdur. Ona görə düzgün cavab olacaq D variantı.